Şəkinin yuxarı baş qoruğuna gedən yol. Buradakı tarixi binalardan birinin birinci mərtəbəsində 80 ildir dəyişməyən bir ünvan var. Rasim dayının dərzi sexi. Şəkidə bu emalatxananı tanımayan yoxdur. Ünvan soruşmağa ehtiyac belə qalmır. Dərzi Rasim demək kifayətdir. Biz də bu soraqla ustadın qapısını döyürük. Onun iş qrafiki 10 illiklərdir eynidir. Səhər tezdən sexin qapısını açır, işə başlayır. Rasim dayı sənətə gəlişini böyük fəxrlə xatırlayır. Sənətə gəlməyim anam səbəbli olurdu. Bax, o maşın 100 ildir. 24-cü ildə anam alırdı, atam. Mən həmişə anam işləyəndə böyründə dayanırdım, ona baxırdım, maraqlanırdım. Sonra gəldi, müharibə başladı. Ukrayna yevreylərini Azərbaycana deportasiya elədilər. 2 dənə də ailə bizə vermişlər. Onların bir dənəsi çox gözəl partlayıq idi. Nəinki partlayıq idi. Bu işləri də bilirdi, kasımlar da bilirdi. Həmişə ki, buna baxardım. Bu maşını da mənim anam verdi ona. 41-dən 48-ə qədər onlar bizdə olub. Mən ona həmişə yanında dayanıb baxırdım. Şəkili olasan, amma zarafat etməyəsən. Rasim dayı gülümsəyərək deyir ki, vaxtilə Şəki xanından sonra ən varlı adam o olub. Çünki qazancı başından aşıb. Zərgərlik əslində istəyirdim. Mən bir qolum ərildi. Dedilər ki, indi hündür sənət olsun. 6 qardaş 2 bacı olmuşuq. Bir dənə indi mən qalmışam. Onlar hərəsi bir sənətin yiyəsi idi. Bizim ailəmizdə dərzi uzaq qohumlardan, lap belə kənardan dərzilər olubdu. Olan da mənə dəxil olmayıbdı. Amma bir dənə məqsəd qoydum. Sənətin gərək xırdalıqlarını biləsən. Sənəti işlədərsən, amma sənətkar ola bilməzsən. Sənətkar olmaq lazımdır. Onu mən üstələdim, indi də məni dünyanın yerində sağ edirlər. Mən məqsədimə çatmışam. Günorta yetişir. Rasim dayı işə ara verib bizi evinə dəvət edir. Çay süfrəsi arxasında söhbətimizi davam etdiririk. Dünya sürətlə dəyişir, texnologiya inkişaf edir. Amma Rasim dayı gənclərin əl sənətlərinə, xüsusən də dərziliyə marağının azalmasından narahatdır. Usta müasir gəncliyə nəsihət etməyi də unutmur. Heç bir uşaq bu saat sənətə yiyələnmir. Hamı Hasan yol axtarır. Hasan qazan. Atam bana bir dənə yaxşı söz deyirdi. Pulu qədrin bil. Çox ləsər yalan idim mən. Səhvim olurdu. Amma mən nə atam, nə anam inciməyir. Mən indiki uşaqlara da hamısına deyirəm, o iş yerinə gələnlərə də deyirəm. Atanın, ananın qədrini bilin. Şəki sənətkarlığının canlı əfsanəsi hesab edilən Rasim Məmmədov ömrünü milli geyimlərin bərpasına və dərziliyə həsr edib. O, həm yerlilərin, həm də turistlərin sevimlisidir. Hətta 2022-ci ildə Şirin Məlikovanın ssenarisi əsasında onun həyatından bəhs edən Köhnə Radio adlı sənədli film də çəkilib. Biz isə 95 yaşlı ustadla sağollaşırıq. Onu 100 yaşlı yubileyində də məhz bu emalatxanada iş başında ziyarət etmək arzusuyla.